Sabun və pomidoru qarışdır, ləkələrinə son qoy, dərini ağappaq və parlaq elə. Necə? Ekrandakı Rexart və profilin üzərindəki üstəgələr işarəsinə toxun, izah edeyim. Götürürsən bir dənə kartofu, rəndələyirsən, sonra bir dənə pomidoru götürüb rəndələyirsən. Rəndələdiyini bir süzgəc vasitəsilə və yaxud bir parça ilə süzüb sokunu çıxardırsan. Çıxartdığın soku tökürsən bir dənə qabın içinə. Para sabun, istifadə elədiyin adi evdə para sabunu rəndə ilə xırda-xırda rəndələyirsən onun içinə. O sabun əriyib ta çıxartdığın kartof və pomidor şirəsinə qarışana qədər yaxşı-yaxşı qarışdırırsan, krem halını alsın. Sonra həmin qarışımı əlinə, qol altına, qaralan nahiyələrindən çəkib yarım saat gözləyirsən. Yarım saatdan sonra birinci soyuq su ilə, sonra isə ilıq su ilə yuyub gözləyirsən. Elə ilk istifadədən nəticəni görəsən. Bu qarışım tərkibindəki antioksidantların köməyi ilə dəridə olan qaralmaları azaldır, dəri rəngin parlaqlaşdırır. Bu videonu sevdiyin insanlarla paylaş və məni mütləq takip elə ki, sağlamlığının qeydinə qal. Nəzər alsan, balaoğlanlar hər zaman sağlam qalasın.